Uşaqlar salam. Tim test toplusu yeni çıxan 20 sınaq toplusundan mən sizə genetika, seleksiya, ekologiya və biosferi tapşırmışdım. 5-ci sınaq idi. İndi həmin o sınağın video qeydini sizlər üçün çəkirəm. Başlayaq birinci sualdan. Hər nə qədər şəkil tam görünməsə də baxaq. Deyir ki, komensalizmə misal tapaq. Komensalizm nə idi? Bir tərəf üçün faydalı, digər tərəfin vecinə deyildi. Məsələn, burada nə göstərilib? Bu yəqin neytralizm olar. İtlə dovşanı oxşatdım. İkincidə qov göbələyi verilib, parazitizmdir. Sonra C-yə baxıram. Yəqin ki, bu nədir belə? Bitki veribdi. Bitki verib, itə oxşuyur. İtdir bu, yoxsa pişikdir, yoxsa elə bitki verib. Bəlkə də şovdar mahnısını verib. Parazitizm olaraq fikirləşirəm. Bilmirəm da nə olacaq. Y-də yırtıcı şikar münasibətidir. Bu D bəndi nədir? D bəndində balina və onun üzərində olan balıqlara bənzətdim. Bilmirəm, vay vay. Bu komensalizmə oxşuyur. Əgər düz təhlil elədimsə D olacaq uşaqlar. Şəkil o qədər keyfiyyətsizdir ki. Yaxşı, ikinci suala baxmaq istəyirəm. Sxemdə ekosistemlərin münasibət forması verilmişdir və biz buna əsasən faydalıdırsa müsbət, zərərlidirsə mənfi, neytraldısa 0 olaraq verib uyğunlaşdırma aparmağımızı deyəsən istəyir. Yox, üçüncü qarşılıqlı təsirə uyğun olanı istəyir. Üçüncü qarşılıqlı təsir mənfi-mənfi, zərərli-zərərli münasibət formasıdır. Zərərli-zərərli nə ola bilər? Rəqabət ola bilər. Hər ikisi zərər görürdü. Baxaq görək, burada rəqabətə uyğun nə var? Bu mutualizmdir, faydalıydı. Hansı olar? 2 olar. 2 uyğun gələr. At pıtrağı və it bu komensalizm idi. Bir tərəf üçün faydalı, digər tərəfin vecinə deyil. 5 uyğun olar. Qoyun, keçi. Əgər bunlar rəqabət edirsə, hər iki tərəf üçün zərərli ola bilər, amma bir qalsın bu. Şehçiçəyi və həşəratı şehçiçəyi yeyirdi. Yırtıcı şikar münasibətinə uyğun gəlir. Bir tərəf üçün faydalı, digər tərəf üçün zərərlidir. Birinci münasibətə uyğun gələr. 4. Şir, pələng, bu da yırtıcı şikar. Daha doğrusu yox. Şirlə pələng rəqabət edər. Onda bu olacaq da 3 ilə 5 uyğun gəldi. Başqa bir şey ağlıma gəlmir. Yəqin ki, D variantı olar. Davam edirəm. Poliplodiya haqqında hansı ifadə doğru deyil? Süni sürətdə əldə edilə bilər? Bəli. Bitkilərdə təbii sürətdə ola bilər? Bəli. Xromosom mutasiyasının forması xeyr, genom mutasiyasına aid idi. Elə C bəndi səhvdir. Digər variantlara baxmaq istəmirəm. Sonra, nəsil ağacı. Onda mən bir dənə bu nəsil ağacını həll edim, sonra video qeydi davam etdirərəm. Video qeydi saxlayım. Sual qəşəng sualdır, amma yorucu sualdır. 3 dəqiqə vaxt pauza verdim, tapdım. Amma yəni əslində mən daha tez tapmam lazımdır. İndi baxaq görək sualı mən necə təhlil etdim. Əvvəlcə baxaq, birinci nəsil dedikdə, baxın bu hissə nəzərdə tutulur. Buradakı 1 və 2 valideynlərə baxaq. Resessiv olan tünd rənglə işarə olunub. Deməli 1 olacaq, 2-yə. 2. Qadını isə bilmirəm, böyük geni var, amma kiçik geni daşıyıb daşımadığını bilmirəm. Kişinin kiçik geni daşıması o zaman mümkün olardı ki, burada çəhrayı dairəyə alacağım 2, çəhrayı dairəyə alacağım 3 kvadrat və 5, bunların heç olmasa birində kiçik geni olsaydı. Düz deyə, indi əslində kiçiyə çarpazlaşır, böyüyə kiçiyə. Burada böyüyə kiçiyə alınır, bir də kiçiyə alınır. 40 dənə övladın 40-ı da böyük olar, kiçiyə olmaz. Əslində belə bir ehtimal var. Amma biz məsələ həllərində götürürük ki, bu valideynin, yəni böyük geni daşıyanın yanında kiçik geni varsa, heç olmasa 3 uşaqdan birində kiçiyə üzə çıxmalıdır. Burada da çəhrayı dairəyə aldığım heç bir uşaqda kiçiyə göstərilmədiyi üçün mən məcburam deyəm ki, birinci nəsildəki ana, yəni 2 rəqəmi ilə tünd qırmızı ilə göstərdiyim ana homozigot genotipli olacaq, böyük olacaq. Keçək indi ikinci nəsil hissəsinə. İkinci nəsil hissəsindəki uşaqlar bu sarı düzbucaqlıya aldığım uşaqlardır. Və bunlardan 2 rəqəmi çəhrayı dairəyə aldığım və 5 rəqəmi çəhrayı dairəyə aldığım bunların qız övladlarıdır. 3 göy düzbucaqlıya kvadrata aldığımda bunların oğul uşaqlarıdır. İndi fikirləşək. Birinci nəsildəki 1 kiçiyə atadır. Birinci nəsildəki 2, yəni böyüyə anadır. Bunların uşaqları ya böyük ya kiçik olar. Yox, heç nə elə. Uşaqları böyük ya kiçik olar. Onda 2, 3 və 5 hamısına böyük ya kiçiyə yazıb dayanarım. Böyüyə kiçiyə,
böyüyə, kiçiyə. Güzel. İndi keçək 3-cü nəslə baxaq. 3-cü nəsildə 1, 2, 3, 4, 5, 6 verilib və 2-nin genotipi kiçiyə, kiçiyədir. Yazaq onu bura. 2 kiçiyə, kiçiyədirsə, bu deməkdir ki, 2-ci nəsildəki 1, yəni 2-nin atası mütləq kiçiyə geni daşıyırmış. Və ata iştirilənmədiyi üçün ata heterozigot imiş, böyüyə, kiçiyəymiş. İkinci nesildeki 1 böyüyə kiçiyədir, ikinci nesildeki 2 Çəhrayı Dariyə aldığım böyüyə kiçiyədir. O zaman onların nikahından dünyaya gələn qız övladı, indi onda Narıncı Dariyə alacağım. Biraz uzun gedirəm təhlil eləmək üçün. Sizin əliniz öyrəşəndə baxan kimi cavabı tapa bilərsiniz. Bunların nikahından, yəni sarı düz bucaqlığın içindəki ikinci nesildeki 1 və 2-nin nikahından, yəni böyüyə kiçiyə ilə böyüyə kiçiyənin nikahından 1 pay böyüyə böyüyə, 2 pay böyüyə kiçiyə, 1 pay kiçiyə kiçiyə aldıq. Homozigot olanlar böyüyə böyüyə və kiçiyə kiçiyədir. Yəni nəslin 4də 2 hissəsi ya da 2də 1 hissəsi homozigot olacaq. Bunu niyə deyirəm? Variantlarda bu bənd verildiyi üçün deyirəm. Sonra davam edirəm. Üçüncü nəsildə 3 və 4-ə baxmaq istəyirəm. Daha doğrusu yox, 5 və 6-ya baxmaq istəyirəm. 3-cü nəsildəki 5 və 6-ya. İkinci nəsildəki 5 və 6 ana və atadır. 5-in genotipi dəqiq böyüyə kiçiyədir. Amma 6-nın genotipini bilmirəm. 6 böyüyə böyüyə də ola bilər, böyüyə kiçiyə də ola bilər. Bilmirəm. Amma ikinci nəsildəki 5 və 6-nın nicahından 3-cü nəsildəki 5 və 6 alınıb və bunlarda böyüyə geni var. Ataları bilmirəm. İkinci nəsildəki 6 bunların atasıdır. Böyüyə böyüyədir, yoxsa böyüyə kiçiyədir bilmirəm. Amma üçüncü nəsildəki 5 və 6 heç olmasa 5 kiçiyə geni daşıya bilər. 5-in genotipi böyüyə böyüyə də olar bu arada. Böyüyə kiçiyə də olar. Hansının olduğunu dəqiq bilmirəm. İndi gəlin variantlarına baxaq görək hansı fikirlər doğrudur. Başlayaq. 1. Birinci nəsildə 1 və 2-nin, yəni ən başdakı 1 və 2-nin nicahından doğulacaq qızların genotiplərinin heterozigot olma ehtimalı 100%-dir. Gördüyünüz kimi mən burada qeyd eləmişdim. Göydə Dariyə aldım. Bəli, bu ifadə düzdür. Burada olan 2 və 5 Çəhrayı Dariyə aldığım ikinci nəsildəki 2 və 5 birinci nəsildəki ana atanın qız övladlarıdır və tamamilə heterozigot olacaq. Böyüyə kiçiyə olacaq. Bir düzdür. Bir olmayanların üstünə xətt çəkdik. 2-yə baxıram. İkinci fikrə baxıram. İkinci nəsildəki 1 və 2-nin nicahından, bax burada mavi ilə 1 göstərəcəm. Çəhrayı ilə 2-ni göstərmişdim. Biraz daha qalınlaşdıraq bunu. 1 və 2-nin nicahından doğulacaq qızların, yəni narıncı ilə 1 göstərilib 3-cü nəsildə. Bunun homozigot olma ehtimalı 2də 1-dir. Bəli, mən bayaqlar tapdım ki, bunun homozigot olma ehtimalı 2də 1-dir. İkinci fikir də düzdür. Sonra 3-ə baxıram, 3-cü fikrə. İkinci nəsildəki 3 və 4-ün nicahından, ikinci nəsildəki 3-ü mavi, 2-ni mavi biraz daha tünd eləyək. 4 də qadındır, onu da bənövşə ilə işarə edək. 3, 3. İkinci nəsildəki 3 birinci nəslin övladıdır və mütləq heterozigot olacaq, böyüyə kiçik olacaq. Amma onun nicahında olan qadını bilmirəm nədir. Böyüyə geni var, amma böyüyə 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 kiçiyədir bilmirəm. Ona görə də bunların nicahından dünyaya gələn 3 rəqəmi ilə, 3-cü nəsildəki 3 rəqəmi ilə göstərilən və mənim sarı dariyə aldığım qız övladı böyüyə böyüyə də ola bilər, böyüyə kiçiyə də ola bilər. Eyni zamanda yaşıl kvadratı alacağım övlad da böyüyə böyüyə də ola bilər, böyüyə kiçiyə də ola bilər. Üçüncü bənddə deyir ki, üçüncü nəsildəki, daha doğrusu ikinci nəsildəki 3 və 4-ün nicahından doğulacaq qızların fenotipcə sağlam olma ehtimalı 50%-dir. 3 rəqəmi ilə göstərilən, 3-cü nəsildə sarı dariyə aldığım 3 rəqəmi ilə göstərilən qız ya böyüyə olacaq, ya böyüyə kiçik olacaq. İkisi də fenotipcə sağlamdır. Yəni bu qız 3 rəqəmlə göstərilən sarı dariyəli qız kiçiyə deyil. Yəni xəstə olma ehtimalı zaten yoxdur. 100% olmalıdır. Fenotipcə sağlam olma ehtimalı bu qızın 100%'dir. Yox, bir dəqiqə. Ya da bir dəqiqə. İkinci nəsildəki 3 və 4-ün nicahından doğulacaq qızların fenotipcə sağlam olma ehtimalı 50% deyir. Biz 100 götürək də, yəni böyük geni daşıyır 100%. Genotipcə isə sağlam olma ehtimalı, əgər burada daşıyıcılıq yoxdursa, o da 100% olacaq. Daşıyıcılıq olsa böyüyə kiçiyə 50% daşıyıcı, böyüyə böyüyə 50% tam sağlam olar. Amma bizdən zaten fenotip istəyir. Yəni böyüyə da, böyüyə kiçiyə də fenotipə çevirəndə böyüyə olur. 100% böyüyə olur. Onda 3 də səhvdir. Dördüncü fikrə baxıram. İkinci nəsildəki 5 və 6. İkinci nəsildəki 5-i gəlin qırmızı dariyə alaq daha qalın.
altını da şimdi yaşıl kvadratı alaq. Deyir ki, 2-ci nəsildəki 5 və 6-nın nicahından doğulacaq oğlanlarda mavi kvadratı alaq, 6 rəqəmi ilə göstərilib. Dedik ki, bu oğlan böyüyə də ola bilər, böyüyə kiçiyə də ola bilər, hansıdır bilmirik. Deyir, həm fenotipcə, həm genotipcə sağlam doğulma ehtimalı 100%-dir. Baxaq. Biz 6 rəqəmi ilə göstərilən kişinin, 2-ci nəsildəki 6 rəqəmi ilə göstərilən kişinin genotipini bilmirik. Əgər bu kişi böyük ya kiçiyə olursa, onda 6 rəqəmi ilə göstərilən uşaq kiçiyə ola bilər. Elə olan halda da 25% də olsa xəstə uşaq dünyaya gələ bilər. Yəni 4-cü fikir dəqiqliklə düz deyil. 100% deyil, dəqiqliklə düz deyil bu fikir. Ehtimal var ki, burada ata 6 rəqəm, 2-ci nəsildəki yaşıl 6 rəqəmlə göstərilən heterozigot olsun. Onda ana heterozigot, ata heterozigot burada 25% etibarıyla xəstə yarana bilər. Yəni bu oğlanı tünd qara göstərə bilərik. Və 5-ci fikrə baxıram. 3-cü nəsildəki 5-in genotipi həm homozigot, həm heterozigot ola bilər. Dedik bayaqlar ki, bu böyüyə kiçiyə də ola bilər, böyüyə də ola bilər. Hətta əgər atası heterozigot olarsa, kiçiyə də ola bilər. Yəni həm homozigot, həm heterozigot ola bilər. Onda 1, 2, 5 doğru olacaq. Yəni D variantı. Xeyli də vaxt apardı. Bunu izah eləməyim də çox vaxt apardı. Qəşəng sualdır. Kim yazıbsa qəşəng sualdır. Davam edək. 5-ci suala baxıram. Genlərin efistas qarşılıqlı təsiri zamanı 2D heterozigot dovşanın çarpazlaşmasından, yəni böyüksə kiçiksə böyüyə kiçiyə boz adı dovşanı ilə özü kimi böyüksə kiçiksə böyüyə kiçiyanı çarpazlaşdırdıqda əmələ gələn D homozigotların fenotipik parçalanması. Xatırlayaq, 4 alınırdı. Bu D heterozigot idi. Böyüksə kiçiksə böyüyə kiçiyə idi. 2-lər alınırdı. Bunlar bir tərəfi homozigot, bir tərəfi heterozigot idi və 1-lər alınırdı. Bunlar tamamilə homozigot idi. D homozigot idi. Hansılarıydı? Böyüksə böyüyə, böyüksə kiçiyə, kiçiksə böyüyə, kiçiksə kiçiyə. Fenotipik parçalanmasını istəyir. Boz, qara, ağ. Bir boz, bir qara, 2 ağ. B bəndi. Bu da çox qəşəng sualdır. Əsl qəbulluq sualdır. Həm abituriyent olsun, həm də ki, mix sertifikasiya olsun. Asan deyil, çətin deyil, çaşdırıcı sualdır. 6-ya baxıram. Ekoloji piramidaya aid doğru ifadəni tapın. Qida zəncirinin bir halqasından digərinə nə qədər enerji, biokütlə və canlı sayını ötürdüyünü göstərilən qrafikdir. Əslində elə bu düzdür də. Piramidanı təşkil etdiyimiz zaman düzdür, burada qida zənciri halqası deyil, amma bir pillədən digər pilləyə keçməsi də ola bilər. Amma B variantına da baxaq. Yalnız su ekosistemi, yalnız quru ekosistemi yox. Su ekosistemində piramidanın əsasında ali bitkilər təşkil edir. Su ekosistemi daha çox yosunlardan ibarətdir. Yəni bu da ali sporlu bitkilərdir əslində. Amma bir dəqiqə gözləyin. Su ekosistemində şeyi də var axı. Yaşlı Evglena da var. Volvox da var. Piramidanın əsasına ali bitkilər təşkil edir. Yosunlar ali bitki deyil ki, ibtidai bitkidir, səhvdir onda. Mən səhv təhlil elədim. Y-yə baxıram, enerji piramidasının əsasından zirvəsinə doğru getdikcə yox. Əsası daha genişdir, yəni bax bu hissəsi. Zirvəsi isə daha dardır. Genişlənməz, daralar. Elə A bəndi düz imiş. 7-yə baxıram, homozigot qaragöz qadın. Qaragöz homozigot böyüyə. Genotipində bu əlaməti təyin edən genin neçə növü və neçə alleli vardır? Bir dənə növü var, böyüyə. 2 dənə alleli var, böyüyə və böyüyə. Bir növ, bir allel olacaq. Qəşəng sualdır bu da. Asandır. 8-ə baxıram. Çevirmək lazımdır. Başımızı çevirib təhlil edək. Heç sevmirəm belə sualları. Gözlərim ağrıyır. Yaxşı. 1. Gen mutasiyası, autosom dominant. Bunu demək istəyir, görəsən. Özüm təhlil etməyə çalışım. Bir gen mutasiyasıdır və autosom dominantdır. Həm gen mutasiyasıdır, həm autosom dominantdır. 2. O da gen mutasiyasıdır, amma autosom resesivdir. 3 isə o da gen mutasiyasıdır, amma X xromosomu ilə ilişiklidir. Məsələn, 3-ü tez tapa bilərəm. X xromosomu ilə ilişikli olan daltonizm var idi. Hemofiliya var idi. Başqa da bir şey yoxdur. Tamam. 3-də B olanlar hansı variant var? B variantı var, C var, bir də D var. A-nı yeni çıxdım. Vaxtdan qazanmaq istəyirəm. 2-yə baxıram. 2 gen mutasiyasıdır və autosom resesivdir. Autosom resesiv nə ola bilər burada? Albinizm ola bilər.
Polisemiya ola bilər. 2-yə C-yə uyğun gəldi. Onda avtomatik cavabımız D bəndidir. Baxıram 1-ə uyğundurmu? Ağçiçək və marfan uyğun gəlir. Bizdə ağçiçək şeydə yazılıbdır, güvəndə yazılıbdır, genealoji nəsl ağacında dominant ilə ötürülməsi. Amma verilibdir də. Yəni uyğun gəldi. Elə D variantı olacaq. Bu testdə yaman çox D variantı adı çəkdim. 9-cu suala baxıram. İnsan orqanizmində avtosom resessiv tipli xəstəlikləri istəyir. Albinizm, fenilketonuriya və trizonemiya. Bax, hemofiliya götürməyin ha. Hemofiliya X xromosomuna ilişikdir. Bu autosom resessiv istəyir, autosom istəyir. Sonra 10-cu suala baxırıq. Deməli, Vavilovun mədəni bitkilərinin ümumiyyətlə müxtəlifliyi 100%-dir, Şərqi Asiyada 20%-dir. Y-i X-ə çevirsək, bu 0.2 hissə ya da ki, hədə 0.2 hissə eləyər, faiz yox. Bu da B variantına uyğundur. Nəsə bu sualı çox da sevmədim. Sonra sənaye miqyasında gen mühəndisliyi metodları insana xas olan Sənaye miqyasında gen mühəndisliyi metodları ilə insana xas olan insulinin alınması üçün nə etmək lazımdır? İnsulin sintez edən geni bakteriyaya köçürürük yadınızdadırsa. Elə bu A variantına uyğun olacaq. Şöbir variantlara baxmırıq. 12. Heterozis və inbreedingi uyğunlaşdırmağımız lazımdır. Inbreeding heyvanlarda olan öz-özünə tozlanma idi. Heterozis də heterozis effekti ya da hibrid qüvvəsi adlandırdığımız şeydir. Deməli, A-ya baxıram. Deməli, hədlərarasıdırsa bu heterozis effektidir və birinci nəsildə güclü olurdu. Yalnız heyvan seleksiyasındasa bu inbreedingdir. Bitkilərdə fərdi seçmə ilə idi. Sonra fərdlərdə arzu olunan əlamət möhkəmləndirilir. Möhkəmləndirmə öz-özünə tozlama ya da inbreeding də ola bilər. Məhsuldarlığı artırır. Birinci nəsildə heterozis effekti sonra zəifləyərək yoxa çıxırdı. Yoxa çıxırdı, yox, daha doğrusu zəifləyirdi. Heterozigotluğu artırır, yenə bu. Bunu da uyğunlaşdırarsınız, hansı variantı uyğun gəlirsə. 13-cü sual, dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlər arası hibridin. Mən həmişə deyirdim ki, bu kimi suallarda 2-nin üstə gəlir, 2-nin bərabər 4-ün yazın. Burada 4-ündə 56 xromosom var. Bu hibridin əmələ gəlməsində iştirak edən bir bitkinin xromosom, spermisində xromosom sayı 7-dir. Amma Karpachenko'da bunu diploid qəbul edirdik də 14. Gəlin o birisi bitkinin 2-nin dəstini tapaq. 2-nin bərabər olacaq 42. Mənə nə deyir? Rüşeym hissəsində 2 qat maylanmada iştirak etməyən hüceyrələr. Rüşeym hissəsində 2 qat maylanmada iştirak etməyən hüceyrələr 5 dənə haploid hüceyrə idi. Ortadakı mərkəzi hüceyrə maylanmada iştirak edirdi. Yuxarı orta ya da aşağı ortadakı yumurta hüceyrədə iştirak edirdi. Amma 5 dənə haploid hüceyrə iştirak eləməzdi. O zaman haploid dəs 21 xromosom, 5 dənə haploid hüceyrədə də 105 xromosom olar. D variantı. Bu əsl məncə sertifikasiyalıq sualdır. Nə çətin, nə asan. 14-cü suala baxıram. Çəltikdə baş verən bir əlamət taxılların bütün nümayəndəsində olar, amma şəbbucülündə təsadüf olmaz. Çünki şəbbucülü xaç çiçəklər fəsilləsinə aid nümayəndə idi. 15-ci sual. Deməli, qida zəncirinin birinci halqası burada sümbül verilmişdir və burada olan enerji 120.000 kilojouldur. İçki minimumsa, yəni 5-20% keçid olduğu zaman 80-95% içki olurdu. Əgər içki minimum 80% ise keçid 20%'dir. Və mən sizə demişdim ki, ön halqadan son halqaya doğru keçdikcə keçid 20% ise 5'e bölə-bölə gedə bilərsiniz. Deməli, bizdən ilanı istəyir. İlan da ən sonuncu halqadır. Yox, 4-cü halqadır. O zaman davam edək. 120.000'i bölürəm 5'ə. 24.000 şərkədə olacaq. 24.000'i bölürəm 5'ə. 4.800 qurbağada olacaq. 4.800'ü bölürəm 5'ə. 960 da ilanda olacaq. Əgər kirpini istəsəydi 960'ı da 5'ə bölüb 192 tapardıq. Burada heç 192 cavabı da yoxdur. Sonra sualları yarıladıq. 16-cı suala baxıram. Bitki və heyvan seleksiyası üçün uyğunlaşdırma aparmağımızı istəyir. Kütləvi seçmə. Kütləvi seçmə bitki seleksiyasında olur. Saf xətlər alınır. İkisində də saf xət alına bilər. Sonra əlamətlərin möhkəmləndirilməsi ilə inbreeding alınır. Inbreeding heyvanlar üçün xarakterik idi. Dölsüzlüyü yaradan qaldırması üçün Karpachenko dölsüzlüyü yaradan qaldırmaq üçün daha çox bitkiçilikdə istifadə olunur da bu. Bu arada bura 1 yazmalıydım. Sonra fərdi seçmə tətbiq olunur. Hər ikisində fərdi seçmə tətbiq etmək olar. Prosta heyvanlarda inbreeding adlanır. İndi 1-də 1-4, 2-də 3, burada da 2-5. Bax, Y variantı yox ha. Doğru cavab A variantı olacaq. Diqqətli olun.
17-ci suala baxıram. Müasir atmosfer canlı maddənin hansı funksiyası ilə yaranıb? Qaz yaratmaq olar. Atmosfer çünki qazlardan ibarətdir. 18. Biosfer əhatə edir. Eee, Biosfer əhatə edir. Litosferin üst qatı, atmosferin alt qatı və bütün hidrosfer. Deməli, C bəndi səhvdir. Atmosferin bütün qatları yox, hidrosferin bütün qatları desəydi doğru ola bilərdi. 19-cu sual. Atmosferin yuxarı sərhədlərinə doğru getdikcə canlıların yaşamasını məhdudlaşdıran amil ultrabənövşəyi şüalar olar. Eee Yüksək temperatur məncə ən yuxarıda yüksək temperatur yoxdur. Coğrafiya müəllimləri daha yaxşı bilər. Bəli, su çatışmazlığı var, amma bütün canlıların da suya ehtiyacı yoxdur. Məsələn, havada onsuz da nələr var? Mikroorqanizmlər var, bakteriya sporları və sair var. Onların da çox suya ehtiyacı yoxdur. Amma ultrabənövşəyi şüalar hamısını məhv edə bilər. 20-ci suala baxaq. Deməli, burada göstərmişdə elektroensefaloqraf hansıların işarələrin yeri dəyişməlidir? 1-ə baxıram. Sinir sisteminin fəaliyyətində baş verən dəyişiklikləri aşkar edir. 2-yə baxıram, ürək fəaliyyətində baş verənlər. 2-nin yeri dəyişilməlidir, ürəklə əlaqəli deyil, yəni plus yox, çıx qoymaq lazımdır. 3-ə baxıram, baş beyin köndələn kesiklərlə təsəvvürünü almaq üçündür. Xeyr, burada köndələn kesik zad yoxdur, yəni çıx qoyublar, düz eləyiblər, çıx olmalıydı. 4-ə baxıram, beynin biocəryanlarını qeyd edir. Bəli, 4-ə plus qoymaq lazım idi, amma 4-ə çıx qoyublar. 2 ilə 4-də işarələrin yeri səhv düşüb. Qəşəng sualdır bu da, çaşdırıcı sualdır. 21-ci suala baxıram. Deməli, özündə toplama deyil, bu qatlaşdırma olacaq. Bizə elə sual düşməz. 22 asandır çünki. 22-ci suala baxıram. Hüceyrə mühəndisliyi həm bitkidə, həm heyvanda ola bilər. Bitkilərdə xromosomların sayının dəyişdirilməsi. Bu da düz gəlir, amma təkcə bitkilər üçün deyil axı bu. Bu bir qalsın. 3. Bir orqanizmdə olan genin digər bu transgenezdir. 3 ümumiyyətlə aid eləməyəcəm. Cinsi yolla çoxalması mümkün olmayan hibridlər də bu yolla alınırdı. Yox, səhv dedim. Xromosomlar xromosom mühəndisliyidir. Tək bitki, heyvandan söhbət getmir. Bu hüceyrə mühəndisliyi istəyirdi. Ona görə bu da səhvdir. Plazmidlərdən istifadə olunur. Xeyr, bunu da götürməyəcəm. Bu gen mühəndisliyi üçün daha keçərli idi. Onda 1-4 doğru olacaq. Keçək 23-cü suala baxmağa. Qəşəng sualdır bu. Deməli, mavi toyuq və mavi xoruz. Bunlar qeyri-tam dominantlıq olduğu üçün hər ikisini böyüyə, kiçiyə ilə yazıram. Bunların çarpazlaşmasından alınar. 1 pay qara cücələr böyüyə, 2 pay mavi cücələr böyüyə, kiçiyə və ağı qırmızı ilə yazacağam. Ağın üzərində ağ yazılmır. 1 pay da ağ cücələr alınır. Deyir ki, qara cücələrin sayı 4-dür. Onda ağ cücə də 4 olacaq, amma mavi cücələr 2 dəfə çox olacaq, yəni 8 olacaq. Bizdən də valideynlərin fenotipi, yəni mavi cücə istəyir, o da 8-ə bərabər olacaq. Əmsallarla get. 24-cü sualda heyvan cinslərinin hansılarının alınmasında növdaxili saf xəttlər alınmış və xəttlər arası hibridləşmə aparılmışdır. Bu 11-ci sinifdə cümlə kimi verilmişdi. Zəhləm gedir bu arada həmin hissələrdən, çünki adları tezdən tapıram, amma şifahi olaraq deyəndə əziyyət çəkirəm. Kalmik Jersey ya da Jersey qaramal cinsi, sonra Askaniya donuzu, Berkshire nəsə, bir də ki, Askaniya rambuliyası kitabda cümlə kimi verilib. Ki, bunun düşəcəyini heç düşünməzdim, sual kimi salıblar. Mən olsam, yəni çaşa bilərdim qəbulda. 25-ci suala baxıram. Hansı canlılarda cinsiyyətin müəyyən olması dişi orqanizmdən asılıdır? Dişi heterogamet olan canlılarda. Bunlar nə ola bilər? Göyərçin ola bilər. Yox, bu deyil, bu deyil. Qaldım, ilişdim burada. Taxtabiti yoxsa güvə? Güvələrdə XX idi də, onda erkəkdən asılı olmaz. Güvə götürək, 1-4 götürək. Düzdür, güvələrdə dişlər X0 idi, amma yəni erkəklər X qaməti verdi, dişi də X verdi. Buradan dünyaya gələn XX erkək olacaq. Erkəklər X verdi, dişi heç nə vermədi, X0 oldu, bu da dişi olacaq. Elə güvə ilə göyərçin uyğun gəlir, düz dedim. 1-4 olacaq. Çaşdırıcıdır bu da məncə. Siz bilmirəm nə düşünürsünüz. 26-cı suala baxıram. Mendel monohibrid çarpazlaşma zamanı noxud bitkisi üzərində apardığı təcrübələrdə hansı genetik qanun uyğunluqları üzə çıxara bilməzdi? Dominantlığı çıxartdı, bilirsiniz ki, elə birinci qanun eyni şəkillik qanunuydu. Sonra əlamətlərin parçalanmasını söylədi. İlişikliyi Morgan dediyi üçün deyə bilməzdi. Saflığı söyləyə bilər, qametlərin saflığını, çünki diploid orqanizmlərdə idi.
Əlamətlərin parçalanması artıq dihibrid idi axı, monohibrid deyildi. Bunu da söyləyə bilməzdi. 3-5-i söyləyə bilməzdi. Keçək alimlərin işlərinə baxmağa. Mən sevirəm belə sualları. Baxaq. Bitki seleksiyasında bu poliplodiyadır. B bəndi heç birisinə aid olmayacaq. Çünki yox, bir dəqiqə səhv baxdım. Karpetçenko adlı kişi var burada. Onda buna aid olacaq. A-nı ötürdüm. Homoloji sıralar Vavilovdur. Bu heç birisinə aid olmayacaq. Mərkəzi Amerika qarğıdalı idi. Qarğıdalı ilə Xaçınov məşğul olmuşdur. Hibrid fərddə dominantlığı idarə etmək üçün mentor üsulu bu yenə yoxdur bu siyahıda. Çünki Miçurin idi. Vətənə aralıq dəniz olan Çələmdir. Çələmlə də yenə Karpetçenko məşğul olmuşdu. Belə bir şey olmalıdır. Keçək situasiya sualına. Yerüstü zoğların şəkil dəyişməsi olan bığcıqlar bir sıra bitkilər üçün, çələh bitkisi üçün xarakterikdir. Bəli, gövdə şəkil dəyişməsidir. Çələh bitkisində var idi və vegetativ çoxalmada da ortaya çıxa bilərdi. İndi bizdən nə istəyir? İki dominant genə ehtiyac var bığcıqların əmələ gətirmək üçün. Deyir, hansı genotipli bitkilərin bığcıq əmələ gətirdiyini söyləmək olar. İki dənə dominant gen bığcıq yaradırsa, böyüksə bığcıq yaradar. Kiçik yer, böyüksə bığcıq yaradar. Böyüksə kiçiksə bığcıq yaradar. Kiçik yer, kiçiksə bığcıq yaradar. Yəni içində həm böyük yer, həm böyüksə olanlar yaradar. 1, 4, 5. Səhv baxmadımsa bunlar olacaq. Sonra 29. Verilən nümunə genlərin qarşılıqlı təsirin hansı tipinə aid olar? Genlərin qarşılıqlı təsiri epistaz var, komplementarlıq var, polimeriya var. Bu komplementarlığa daha çox bənzəyir uşaqlar. Çünki yadınızdadırsa ətirli noxud bitkisində biz deyirdik ki, böyük və böyük bir arada olduqda qırmızı çiçək olur. Digər ehtimallar isə ağ çiçəklər olur. Məsələn, böyük bir qırmızı idi. Böyük bir qırmızı idi. Böyük bir qırmızı idi. Böyük bir qırmızı idi. Amma məsələn, böyük kiçik bağ idi. Böyük kiçik bağ idi. Kiçiyə böyük bağ idi. Kiçiyə böyük bir kiçik bağ idi. Kiçiyə kiçik bağ idi. Yəni dominantın biri var, biri yoxdursa ağ idi. Hər ikisi varsa qırmızı idi. Bu da komplementarlığa bənzədir. Məncə belə olmalıdır. Sonra sonuncu suala baxıram. Bu fərdləri çarpazlaşdırmaq lazımdır. Gəlin çarpazlaşdıraq. Kiçiksə yox, kiçik yer, böyüksə kiçiksə, böyük yer, kiçik yer yazamadım. Böyüksə kiçiksə. Çarpazlaşmasının alınan nəslin neçə faizi bığcıqlara malik olacaq? Pennet quru deyir. Yəni cəmaət ayı nədir? Marsa uçur, biz pennet quraq. Kiçik yer böyüksə, kiçiksə və digəri də böyük yer böyüksə, böyük yer kiçiksə, kiçik yer böyüksə, kiçik yer kiçiksə. Baxaq. Alınır nələr? Böyük yer, kiçik yer böyüksə. Böyük yer, kiçik yer böyüksə, kiçiksə. Yox. Kiçik yer böyüksə, kiçik yer böyüksə, kiçiksə, böyük yer, kiçik yer böyüksə, kiçiksə, böyük yer, kiçik yer kiçiksə, kiçik yer böyüksə, kiçiksə, kiçik yer, kiçiksə, kiçiksə. 2 dənə dominant varsa burada, 8-də 3 vur 100. Sən gözləyin görün bu neçə olacaq düz hesabladımsa. Təxminən 37, təxminən yox, elə tamamilə 37,5% alınacaq. Bu qədər. Bu sınaq məni yordu, amma maraqlıydı. Ümid edirəm siz də bəyəndiniz. Hələlik.